Yolum Bakıdan Sinqapuradır. Salam, mən Əhməd Əhmədli. İlk dəfə Ruf Akademiya ilə yolum 10-cu sinifdə kəsişdi. Ona qədər heç bir imtahan nəticələrim yox idi. Ancaq hazırlaşmağa başladıqdan sonra SAT-dən 1490 skor əldə elədim və bundan sonra Rufun təqaüd proqramına müraciət edərək IELTS və AP kimi imtahanlara hazırlaşmağa başladım. Və yekunda IELTS-dən 7.5, AP biologiya, kimya və kalkulus üzrə isə 5 olmaqla nəticələr əldə elədik. Ondan sonra Ruf Akademiya ilə universitetlərin müraciət prosesinə başladıq. Birləşmiş Krallıqdan Manchester, Edinburgh və King's College, Koreyadan KAIST və Sinqapurdan NUS olmaq üzrə bir neçə universitetdən qəbul aldıq. Və mənim yekun qərarım NUS-a gedib orada təhsilimə davam etməkdir. Xaricdə təhsil almaq istəyən şagirdlərə tövsiyəm bu olardı ki, hər kəsin fərqli sahələrdə və fərqli tiplərdə bacarıqları olur. Və bu prosesə başlamamışdan əvvəl məncə şagirdlər öz bacarıqlarını kəşf etməli və özlərinə uyğun olan bir hazırlıq planı beyinlərində qurmalıdırlar və buna əsasən hərəkət etməlidirlər. Mənə bu yolla dəstək olan hər kəsə, xüsusilə də Ruf Akademiya ailəsinə, Nabat xanıma, Amir bəyə və Rüfət bəyə təşəkkür etmək istəyirəm. Təşəkkürlər.